Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq qarşısı Elmira Rəhimova xəstəxanaya yerləşdirilib. Bu barədə xalq qarşısının oğlu məlumat verib. O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur. Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var deyə o bildirib. Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasientimiz Elmira Rəhimovaya mərkəzimizin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq müvafiq müalicə üsulu təyin edilib. Mərkəzimizin peşəkar komandası tərəfindən stasionar şəraitdə müalicə aparılan pasientimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.